Xədicə Əlibəyova. Xədicə Əlibəyova 1884-cü ildə Tiflis şəhərində anadan olmuşdu. Atası Ələddin Əfəndi Sübhanqulov dövrünün tanınmış ziyalı və din xadimlərindən biri olmuşdu. İlk təhsilini Tiflis Rus Qız Gimnaziyasında almış, daha sonra Zaqafqaziya Olginskaya Mamalık İnstitutunda təhsilini davam etdirmişdi. 1907-ci ildə mama ixtisas üzrə təhsilini başa vurmuşdu. Hüquqşünas, publisist və ictimai xadim Mustafa bəy Əlibəyovla ailə həyatı qurduqdan sonra ictimai və mədəni fəaliyyətini daha da genişləndirmişdi. Xədicə Əlibəyova 20-ci əsrin əvvəllərində Azərbaycan qadınlarının maariflənməsi istiqamətində fəaliyyət göstərən qadın ziyalılarından biri olmuşdu. O, Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin fəal üzvlərindən idi. 1911-ci il fevralın 4-də Bakıda Azərbaycan dilində ilk qadın mətbuat orqanı hesab olunan İşıq qəzetinin nəşrinə başlanılmışdı. Qəzetin redaktoru Xədicə Əlibəyova, naşiri isə Mustafa bəy Əlibəyov olmuşdu. Nəşr Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə fəaliyyət göstərmişdi. Həftədə bir dəfə nəşr olunan qəzetdə qadın hüquqları və uşaqların tərbiyəsi məsələləri işıqlandırılırdı. 1911-ci il komplekti İmperatriça Aleksandra göndərilmiş, 1913-cü ildə Xədicə Əlibəyova bu münasibətlə təşəkkür məktubu almışdı. Maddi çətinliklər və ictimai təzyiqlər nəticəsində İşıq qəzetinin nəşri 1912-ci ildə dayandırılmışdı. Qəzetin ümumilikdə 68 nömrəsi çap olunmuşdu. Qəzet bağlandıqdan sonra Xədicə Əlibəyova Şəkiyə köçmüş və uzun illər həkim-ginekoloq kimi fəaliyyət göstərmişdi. O, eyni zamanda Şəkidə qadın savad kursları və qadın klubunun təşkilində iştirak etmişdi. Ömrünün son illərində Bakıya qayıtmış, 1961-ci ildə burada vəfat etmişdi.